Salam, xoş gördük dəyərli Söz TV izləyiciləri. Mən Nazim Cəmiloğlu'nun təqdimatında bugünkü baxış bucağında Azərbaycanın Xankəndi şəhərində erməni separatçılarının artıq vəlvələsindənmi deyim, zəlzələsindənmi deyim, həqiqətən də orada artıq onlar arasında bir çox məsələlərdə artıq qarşı durma var. Uzun müddət Azərbaycan ərazisində yaşayan ermənilər yardımlarla dolandıran 15-20 min erməninin demək olar ki, əksəriyyəti artıq Arayıq Artunyanı da həzm edə bilmirlər. Bir müddət ora elə baş nazir modelində, hansı baş nazir modelindən danışırlar ki, orada hansı bir dövlət yoxdur. Azərbaycan ərazisində bir separatçı terror təşkilat var. Bu separatçı terror təşkilatları uzun illərdir, 100 illərdir orada yetişdirən Rusiyanın davamçısı olan, Sovetlər Birliyinin davamçısı olan Rusiya bugün istədiyi Azərbaycan ərazisində sülhməramlı kontingentinin, yəni uzun müddət davamlı olaraq orada qalmasını istəyir. Ancaq əfsuslar olsun ki, bunu edə bilməyəcək. Çünki uzun müddət bizim keçirilən aksiyamızın nəticəsi Laçın keçid məntəqəsinin qurulması, Azərbaycan ərazisində Azərbaycan variyyətini, Azərbaycan qızılına əl atanın əlini kəsər demişdilər. Belə bir söz də var, el arasında deyilir ki, əlini vursan əlini kəsərəm, gözünü toxundursan gözünü kör edərəm. Bu artıq öz həllini tapıb. Azərbaycan keçid məntəqəsi, Laçın ərazisində qurulan keçid məntəqəsi İrəvan Xankəndi arasında artıq demək olar ki, öz başına gedib gələn ermənilərin qarşısı alındı. Bu özbaşınalığın qarşısı alınandan sonra Rusiyanı orada təmsil edən Vardanyan, milyonçu Vardanyan artıq hansı bir yollansa oradan qaçmağa cəhd eləyir. Bugün Arayıq Artunyan hansı bir yollasa qaçmaq istəyir. Orada yaşayan ermənilərin artıq Azərbaycan vətəndaşlığını qəbul etməkdən başqa çarələri olmadıqlarını görüblər, görürlər, bilirlər. Çünki bu son günlər onu göstərir ki, Ermənistan-Azərbaycan arasında bağlanmalı olan sülh müqaviləsi ki, hansı ki bağlanmalıdır, Azərbaycanın şərtləri qəbul olunmalıdır. Amma əfsuslar olsun ki, hələ də Ermənistan, erməni cəmiyyəti başda baş nazir olmaqla bunu yuvatmaqdan başqa əllərindən gələcək heç nə yoxdur. Azərbaycan öz ərazisində erməni ünsürlərinin Ermənistan Müdafiə Nazirinin qalıqlarının bütün yeri dəqiq məlumatlıdır. Hər zaman bunları dronlarla şumon edə bilər ki, edəcəkdir. Çünki Azərbaycan orada yaşayan, Xankəndində yaşayan ermənilərə və sülh məramlara toxunmadan bunların hamısını edə bilər. Çünki Azərbaycan ərazisidir. Azərbaycan öz ərazisində istədiyi modeldə, istədiyi, yəni öz torpaqlarında aparacağı əməliyyatı kimlənsə icazə almamalıdır. Əgər bizim torpaqlarımızda ünsürlər varsa, terror təşkilatı varsa, uzun müddət sərhəd keçid məntəqəsi qurulmamışdan öncə aksiyamız dövründə Azərbaycan ekoloqlarının keçirdiyi aksiyada artıq bir mənalı olaraq bildirirdi ki, Azərbaycanın variyyətini, Azərbaycanın qızılını talamaq mümkün deyil. Bu isə birbaşa Rus sülh məramlarının əli ilə həyata keçirilirdi. Bir neçə gün bundan öncə yenə Rus sülh məramlarının erməni silahlarının, erməni terrorlarına hansı yollansa yenə silah daşınmasının biz sosial şəbəkələrdə şahidi olduq ki, bir çox baş verən hadisələrin Azərbaycan ərazisində Rusiyanın sülh məramları gözü önündə
baş verirsə, demək bu sülh məramlı öz missiyasını yerinə yetirmir. Əlbəttə ki, heç bugün Azərbaycana bu sülh məramlarına Azərbaycanın ehtiyacı yoxdur. Özü öz ərazisində bütün istədiyi məsələləri həll edə bilər. Qaldı Xankəndi İrəvan arasında məsələyə. Əlbəttə ki, İrəvan xanlığında yaratdığı dövləti qorumağa başı qarışıb. Çünki bugünkü keçirilən mətbuat konferansında Nikol Paşinyanın belə bir fikri də var ki, 1975-ci ildəki xəritə ilə güya kimlərsə hansısa xəritə irəli sürür. Əlbəttə ki, bu Rusiyadır, bu məsələləri qarışdırmağa çalışır. Amma bir mənalı olaraq 75-ci il deyil, Azərbaycan öz tarixi torpaqlarının, Azərbaycan müstəqilliyi elan olunan zaman Azərbaycan ərazilərinin və ondan sonra Sovetlər Birliyinə daxil olan ərazilərinin hamısının necə həll olacağını əlbəttə ki, Azərbaycan dövlətinin, Azərbaycan prezidenti öz çıxışlarında bunları bildirir. Biz ona görə də Azərbaycan xarici siyasətini şərh etmək, təhlil etmək niyyətində deyilik. Sadəcə bir sadəcə mənə məlum olan, yəni mənim baxış bucağımdan baxanda belə görürük ki, Azərbaycan bugün Sovetlər dönəmində qarış-qarış, qış, otlaq adı altında verilən torpaqların bir qarışını da olsun Ermənistana verəsi deyil. 100 il müddətində Azərbaycan ərazilərində, yəni Dağlıq Qarabağda Muxtar Vilayət adı altında, halbuki Azərbaycanın fikirləri soruşulmadan, öyrənilmədən birbaşa orada zad yaratmışdılar, terror yuvaları yaratmışdılar. O bir bomba idi, Azərbaycan ərazisində bombalar hazırlanmışdı. Bugün o bombalar partladı, parçalandı. Sadəcə burada bir qısa qığılcımları qalıbdı. O qığılcımlar da ki, mən əminəm ki, çox qısa müddətdə artıq sönəcəkdir. O qığılcımlar daha bundan sonra heç bir şey edə bilməz. Dəyərli Söz TV izləyiciləri, mən həmişə də sizinlə çıxışımda dəhliz məsələsinə toxunuram. Çünki bu dəhliz məsələsi əlbəttə ki, açılmalıdır. Çünki biz 44 günlük vətən müharibəmizdə bir mənalı olaraq, ilkin olaraq gecə bağlanan o bəyannamədə dəhlizin açılması ən vacib şərt olaraq irəli sürülmüşdür. Ona görə də bugün bütün Azərbaycan xalqının, Azərbaycan millətinin, Azərbaycan dövlətinin dilindən, dinindən, mənsubiyyətindən asılı olmayaraq bu dəhlizin açılmasını istəyir. Mən əminəm ki, bu dəhliz onsuz da açılacaqdır. Ona görə də deyirəm ki, dəhlizin mübarək Azərbaycan. Nə yaxşı ki, Azərbaycan vətəndaşıyam, türk oğluyam. Sağ olun, sağlıqla qalın, bizə baxmağı unutmayın.